Choose the correct sentence with the noun in the possessive case. Yerlik halda olan isimli düzgün cümləni seçin. A variantında James and Carla's parent asked the children to do all of the tasks by themselves. Əgər biz ortaq olmayan valideynlərdən danışırıqsa, yəni iki apostrof s ortaq olmadığını bildirir. Bu zaman parents ismi cəmdə olmalıydı. Tek yazıldığı üçün A variantı yanlışdır. B variantında I saw Mark at the butcher's last Sunday. Biz söz önlü ifadələri cümlənin orta və ya sonunda qeyd ediriksə, apostrof s vasitəsilə isimsiz şəkildə yerlik hal düzəltməliyik. S apostrof yazıldığı üçün yanlışdır. C variantında the students' opinions about the world is more useful than their parents. Birinci hissədəki yerlik hal doğru olsa da, cümlənin sonundakı yerlik halımızda yanlışlıq var. Çünki parents s qəbul edib cəmləndiyi üçün sadəcə apostrof əlavə olunmalıydı. Apostrofdan sonra təkrar s-in yazılması yanlışdır. Və D variantında the old lady's broken cups were made by her grandparents, so she was sad. Qeyd olunur ki, yaşlı qadının sınmış fincanları onun nənə babası tərəfindən hazırlanmışdır. Belə ki, o qəmgin idi. Və biz burada görsək, participle to-nun ortaya daxil olması, yəni fe'l sifət 2-nin ortaya daxil olması ilə düzəlmiş bir yerlik hal görürük ki, yaşlı qadının sınmış fincanlarından söhbət gedir və düzgün yerlik hal olduğu üçün D variantını götürürük. Y variantında isə my niece broken all the vases at our home. Biz D variantından fərqli olaraq brokendan sonra ismin gəldiyini görmürük və demək ki, bu has broken indiki bitmiş zamanın qısalmış formasıdır ki, deyir ki, mənim qardaşım qızı evdə bütün vazaları sındırıb. Yəni burada yerlik hal yoxdur. Düzgün cavabımız D variantı götürülür.